Dostlar, Əhəd və burada salamlayıram mən. Diqqətlə dinləyin. Əhəd Məmmədlinin burada çox ciddi mesajları var. Əhəd bəy çox gözəl bir mövzuya toxunuqdur. İstərdim hamı diqqətlə dinləsin. Dindar valideynlər də deyə bilər ki, uşağın məsələn psixoloji tərbiyəsində şaxta baba pis təsir edə bilər, qarqız pis təsir edə bilər, kösa, keçal pis təsir edə bilər, nə bilim, balaca uşağa 3 yaşlı topik geyimlər təsir edə bilər, yəni cırıq şalvar təsir edə bilər. Yox, sən onlar heç biri təsir etmir, amma hicab təsir edə bilər. Biz hansı yolla gedirik? Yəni bu nə yoldur biz tutmuşuq? Azərbaycanda bu anti-İslam, biz şəxsiyyət vəsiqələrinə hicabı həll etmək əvəzinə biz yeni bir hicaba qadağalar uşaqlıqdan artıq qoymağa, buna bir qanun layihəsi hazırlayıb, buna artıq bir plazdarm verir ki, hicaba yeni hücumlara başlayaq. Buna artıq uşağı namaz qılmağı məcbur etmək olmaz. Hicab taxmaq kim zaten məcbur edir ki, yəni? Onda yəni eyni məntiqlə uşağa mini yubka geyindirməyə də məcbur etmək olar, topik geyindirməyə də məcbur etmək olmaz, mini yubka geyindirməyə də məcbur etmək olmaz, cırıq şalvar geyindirməyə də məcbur etmək olmaz, bunun təbliğatını aparmağı da məcbur etmək olmaz. Mən Azərbaycanlıların minlərlə ailə tanıyıram ki, müasirlik, sekulyarlıq adından uşaqlarını elə tərbiyə edirlər. Onda o məntiqdə onlara da qanun çıxardın da. Amma bir müsəlman öz uşağına İslam dəyərlərini artıq təbliğ etməyə başlayanı siz ayırırsınız ki, bu psixoloji bir təsir edə bilər. Psixoloji təsir o deyil. Psixoloji təsir məktəblərdə 14 yaşlı qızlarımızın narkotik qəbul etməyidir. Diqqətlə qulaq asın dostlar. Əhəd bəy çox bazı mesajlar verir. Hamısı sionistlərin tapşırığıdır. Psixoloji təsir barlarımızda 15 yaşlı yeni yetmə qızlarımızın spirtli içki qəbul etməyidir. Psixoloji təsir məktəbli qızlarımızın ad günlərində şampan içməyidir. Bu hamısı psixoloji təsir deyil. Amma hicab geyinmək sən demə, psixoloji təsir oldu.